Değerli dostlar, bugündən Real Hərəkatı İdarə Heyətinin üzvləri yeni bir layihəyə start verir. Layihənin adı canlı statusdur. Yəni, uzun-uzadı status yazarkən bəzən oxumaqda çətinliklər olur deyə yazdığımız fikirləri video görüntü şəklində sizinlə paylaşmağı düşünürük. Bu bir eksperimentdir və bugün bir ilkini çəkməyi düşünürük. Bugün mən sizə Azərbaycanın qaz layihələri haqqında qısa bir informasiya xarakterli bir məlumat vermək istəyirəm. Bilirsiniz ki, yenə ölkə başçısının Macarıstan səfəri zamanı Azərbaycanın çox böyük qaz ehtiyatları olduğunu və Avropanın 100 ilə qazla təmin edəcək qədər bizim ehtiyatlarımızın olması haqqında məlumat yayıldı. Mən istəyərdim ki, bəzi məsələlərə aydınlıq gətirərək insanlarda bununla bağlı məlumatların daha dərin olmasına köməklik göstərim. Azərbaycan qaz ehtiyatları təqribən 1,2 trilyon kubmetrə qədər olması dəqiqdir. Yəni, prezidentin açıqladığı bu rəqəm dəqiqdir. Amma söhbət ondan gedir ki, qaz ehtiyatlarının həmişə bütün ehtiyatların bir dəfəlik, yəni çox qısa zamanda istehsal olunması, qısa zamanda çıxardılması mümkün deyil. Azərbaycanın bugünə qədər olan layihələrini nəzərdən keçirdək. Dövlət Neft Şirkətinin verdiyi rəsmi məlumata görə Azərbaycan 2025-2030-cu illər arası 45-50 milyard kubmetr qaz istehsal edə biləcək. Yəni, bu ən optimal variantdır. Yəni, təsəvvür eləyin ki, 2025-ci ildə 45-50 milyard kubmetr qaz istehsal edəcəyik. İndi biz bir məsələyə diqqət yetirmək lazımdır. Azərbaycan rəsmi dairələri bu barədə məlumat verərkən heç də bütün şəklin aydınlığını gətirmirlər. Amma məsələ ondadır ki, Azərbaycanın özünün, yəni bizim ölkəmizin daxili tələbatı təqribən 16-18 milyard kubmetrdir. Təsəvvür eləyin ki, bu bizim daxili tələbatdır. Daxili tələbat. Təqribən 2 milyard kubmetrə yaxın biz Gürcüstana qaz verməliyik. Çünki bizim müqavilələrimiz var. 6-8 milyard kubmetr arası bizim Türkiyə ilə müqaviləmiz var. Təqribən 500 milyon kubmetrə yaxın biz İrana qaz veririk ki, onun əvəzinə Naxçıvana işıqla və qazla təmin olunsun. Yəni, bütün bu qədər qazın bizim illik artıq bugündən bağlanmış müqavilələr vasitəsilə verəcəyimiz gündəmə gəlir. Və çox məşhur və hamının dilində olan TANAP və TAP layihələri var. Azərbaycanın Avropaya qaz satma layihələri var. Bununla da biz Avropaya ildə 10 milyard kubmetrə yaxın qaz verməyi planlaşdırırıq. Yəni, ən yaxşı halda 2019-cu ildə Azərbaycan Avropaya 10 milyard kubmetr qaz sata biləcək. Avropanın ümumi qaza olan tələbatı 500 milyard kubmetrdir. 500 milyard kubmetr qaza tələbatı var Avropanın, onun cəmi 10 milyardını biz verə biləcəyik. Yəni, bu çox kiçik bir rəqəmdir. Hətta yeri gəlmişkən onu da deyim ki, Macaristanda səfər vaxtı bu rəqəmlər açıqlandı. Macarıstanın illik qaza olan tələbatı 11,5 milyard kubmetrdir. Yəni, Azərbaycan nəinki Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa qadirdir öz enerji resursları ilə. Hətta Avropa Birliyinin kiçik bir ölkəsi olan Macaristanın belə bütünlüklə qazla təmin olunmasına yetəcək qədər qaz istehsalına, qaz potensialına malik deyil. Amma bu heç də o demək deyil ki, TANAP və TAP layihələri düzgün layihələr deyildi və Azərbaycan bu layihələrə imza atmamalıydı. Yox, təbii ki, yox. Azərbaycan TANAP və TAP layihələrini imzalamaqla çox düzgün addım atdı və Azərbaycanın Avropa inteqrasiyasında, enerji bağlarının artmasında bu layihələrin çox mühüm rolu olacaq. Amma insanlara tək bunun üzərində kökləyərək Avropanın enerji təchizatında mühüm rol oynayacaq bir fikri aşılamaq heç də düzgün deyil. Rəqəmlərdən də göründüyü kimi Azərbaycan ən yaxşı halda Avropanın enerji istehlakının çox cüzi bir hissəsini 2019-cu ildən verəcək və bu cüzi bir hissəni Avropa ilə təmin etmək Azərbaycanın gəlirlərinin artımında da heç ciddi rol oynamayacaq. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın neft gəlirləri getdikcə azalır və hökumətin düşüncəsi 2019-cu ildən sonra
azalan neft gəlirlərini qaz gəlirləri ilə əvəz etmək idi. Amma göründüyü rəqəmlərdən də göründüyü kimi Azərbaycan heç də öz azalan neft gəlirlərini qaz gəlirləri ilə əvəz edə bilməyəcək. Sözümün məğzi budur. Sonda, yekunda bunu demək istəyirəm ki, Azərbaycan hökuməti çox səhv olaraq Azərbaycanın bütün iqtisadiyyatını, gələcəyini, inkişaf modelini ancaq enerji daşıyıcılarının üzərində qurur və dünyada artıq enerji daşıyıcılarından bir inkişaf vasitəsi kimi istifadə etmək dövrü arxada qalıb. Dünya artıq yeni texnologiyalara, yeni enerji mənbələrinə doğru çox sürətlə irəliləyir. Və Azərbaycan hökuməti hələ də əgər ancaq inkişafı enerji daşıyıcıları üzərində qurulmuş iqtisadi modeldə görürsə, Azərbaycan yaxın gələcəkdə bunun fəsadlarını görəcək. Nə qədər ki gec deyil, hökumət yenidən düşünməli, Azərbaycanın iqtisadi inkişaf modelini enerji daşıyıcıların üzərində deyil, yeni texnologiyalar, insan kapitalı, təhsil, bu kimi sahələrin üzərində qurmalıdır. Bunu qura bilməsə, çox yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatını çox ciddi problemlər gözləyir. Təşəkkür edirəm.